Sobada toyuq ləvəngi hazırlamaq sizə çətin gəlirsə, mütləq bu üsulu sınayın. Kənd çolpası bir qədər gec bişən olduğu üçün ona görə əvvəlcə doğrayıb qaynamağa qoydum. Bişdikdən sonra suyunu süzüb bulyonunda saxladım. Kərə yağında hər ikisini bir qədər qızardıb götürdüm. Soğanı və qoz ləpəsində ayrı-ayrılıqda rondodan keçirdim. Bu üsulla hazırladıqda soğanın suyunu qətiyyən sıxmağa ehtiyac yoxdur. Soğanın suyu tam quruyanadək tavada qovururuq. Toyuq ləvəngidən söhbət gedirsə mütləq yanında plov da olmalıdır. Adi qaydada 1 saat öncədən duzlu suda islatdığım düyüləri də təmiz-təmiz yuyub süzürəm. Su qaynadıqdan sonra götürdüyüm 1 fincan qaynar duzlu suyu da üzərinə gəzdirirəm. Soğan artıq qovruldu. Qovruldukdan sonra üzərinə rondodan keçirdiyim qoz ləpəsini, alça turşusu, duz, qara istiot zövqə görə bir qədər toyuğun öz bulyonundan əlavə edirəm. Sulu ləvəngin üzərinə kənd çolpasını bir qədər kərə yağı və suyu az olduğuna görə yarım stəkan da su əlavə edib qapağın üzərinə yerləşdirib vamodda tam hazır olana qədər bişirirəm. Qazmaq üçün də nə xama, nə qatıq olmadığı üçün mayonezdən istifadə etdim. Üzərindən də yarı bişmiş halda olan düyüləri əlavə edirəm. Kərə yağı gəzdirib, zəfəran varsa zəfəran, yoxsa sarkök əlavə edib 1 saatlıq dəmə qoyuram. Sulu ləvəngimiz də biraz yağa düşənə qədər bişirib ocağı söndürürəm. İnanın o qədər ləzzətli olur ki, yedikcə dadından doya bilmirsən. Göz haqqınızı halal edin, videonu bəyənib yaddaşa verməyi unutmayın. İndi siz deyin, bu yeməyə nə ad verək? Çölmə yoxsa fisincan? Mütləq rəylərdə yazın.